Bəli, dəyərli izləyicilərimiz, vurğuladığımız kimi Qarabağımıza köç davam edir və məhz elə Zəngilandan gələn xəbəri nəzərinizə çatdırmaq istəyirik ki, Məmmədbəyli kəndinə köç yola salınıb. Əlbəttə ki, bunu həm Qarabağlılar, həm də bütün Azərbaycan xalqı sevinərək qeyd edib və məlumatı nəzərinizə çatdırır. Bəli, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam etdirilir. Zəngilan rayonunun Məmmədbəyli kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən də yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdəndir. Bu mərhələdə Zəngilan rayonunun Məmmədbəyli kəndinə 26 ailə, yəni 142 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hər tərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.